Hər birimiz telefon seçdiyimiz zaman əsas 3 məqama fikir veririk. Ekran zövq versin, kamerası əla çəksin və batareyası bizi günün ortasında ortaqda qoymasın. Honor X8-də bu 3 məqamın hamısını özündə birləşdirir. Gəlin indi bu məqamlara daha ətraflı yanaşaq. Hazırsınızsa, gəlin başlayaq. İlk görünüşdə diqqətimizi cəlb edən təbii ki də ekrandır. 6.77 düymlük AMOLED ekran 120 Hz yenileme tezliği sayəsində scrolling zamanı və ümumiyyətlə hər hansı bir video baxdığınız zaman çox axıcılıq hissini yaradır. Honor X8-də Snapdragon 6S 4G Gen 2 platforması və Adreno 610 qrafikası ilə gücləndirilib. Sosial şəbəkə, gündəlik multitasking, yüngül orta oyunlar üçün balanslı quruluşa sahibdir. Yaddaş tərəfdə isə bizi 8 GB operativ yaddaş və 250 GB yaddaş kombinasiyası qarşılayır. Honor X8-də də bir düymə var ki, bizim diqqətimizi dərhal cəlb edir. Bu AI düyməsidir. Bəs bu AI düyməsi bizə nə verir? Sadəcə bir düyməyə basmaqla istədiyimiz hər bir tətbiqi rahatlıqla açaq və yeri gəlmişkən dairəyə alıb axtarışa belə verəcəyimiz funksiyaya sahibdir. İstədiyiniz bir şəkli gördüyünüz zaman bu düyməyə basandan sonra istədiyiniz bir obyekti dairəyə alırsınız, çəkirsiniz, axtarışa verirsiniz. Honor X8-ləri süni intellekt nəinki axtarış sistemləri üçün, hətta şəkillərin redaktası üçün əməlli başlı funksiyaları genişləndirilib. Belə ki, bu smartfonda siz süni intellekt sayəsində şəkillərdə lazımsız obyektlərin silinməsi, genişləndirmə, bağlı gözlərin açılması kimi süni intellektin funksiyalarından istifadə edə bilərsiniz. Anladığınız kimi bu smartfon sözünün əsl mənasında ağıllıdır. Bu qədər funksiyonallıqdan sonra hər kəsin ağlına gələn bir sual yaranır. Bu smartfonun batareyası nə dərəcədə dözümlüdür? Çox dözümlüdür. Çünki burada bizi 7000 mAh-lik batareya gözləyir. Bundan da savayı 45 W'lıq Honor Super şarj aləti sayəsində qısa müddətdə 0-dan 100-ə qədər bu smartfonu şarj edə bilərsiniz. Bəs kameralarda vəziyyət necədir? İlk bizim diqqətimizi cəlb edən bütün şəffaf və incə detalları əks etdirən 108 megapikselli əsas kameradır. Portret sevənlər üçün ayrıca bir xoş sürpriz var. 3x itkisiz portret məntiqi və multifokus yanaşması. Yəni üz planını gözə yaxın, fonu zərif saxlamaq artıq daha rahat alınır. Honor'un RAW alqoritmi vurğusu da maraqlıdır. Tekstura və dərinlik hissi gücləndirilir. Kadr artıq flat, yəni ki həcmsiz görünmür. Selfie kamerasında isə bizi 16 megapiksellik kamera gözləyir. Mənim məsləhətimi istəsəz rəqəmlərdən daha çox özünüzü bu smartfonla necə hiss etməyinizə fokuslanın. Əgər bu smartfonun funksionallığı sizi cəlb edirsə, o zaman bu smartfonu rahatlıqla İrşadın istənilən mağazaları, websayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər hər hansı bir sualınız yaransa, bu videonu şərh bölməsinə qeyd edin və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlamaqdan çəkinməyin. Sağ olun dostlar.